Dəyərli xanımlarımıza dəstək olmaq üçün sunmuşuq. Bu xanımlardan 9-u jurnalist, 6-sı isə inanclı xanımlardır. İlham Əliyevdən, bu quldur rejimdən, antimilli rejimdən bu xanımların konkret net şəkildə azadlığını istəyirik. Ay İlham Əliyev, bunlar sənə neyniyib ki, sən axı bunları bir həbsə atsan? Bunlar sənin korrupsiyaları araşdırıb jurnalistlər ortalığa çıxardıb, bilməyən insanları bəlli edib, satmayan insanlara çatdırıb. Bu günləri biz deyəndə ki, bəs bizim xalqın mentaliteti var, bizim xalqın belə amma hərçənd ki, bu rejimin başında duran ailə bizim xalqdan deyil, onun üçün bizim bu filan bacılarımızı həbsə atdırıb. Biz net şəkildə, yenə də deyirəm, təşkilatçılıq olmasın, konkret şəkildə İlham Əliyevdən, Mehriban Əliyevadan bu xanımların tezliklə azadlığını istəyirik.